Hər vaxtınız xeyir olsun müəllimlər. Bugünkü yeni dərsimiz taksonomiyadır. Taksonomiya nədir? Taksonomiyanın ilk versiyası 1956-cı ildə Benjamin Bloom tərəfindən hazırlanmışdır. Benjamin Bloom öyrənmə nəzəriyyələri və təlim nəticələrinin təsdiqatına böyük töhfələr vermiş Amerikalı bir təhsil psixoloqudur. Yeni versiyası isə 2001-ci ildən bu yana tətbiq edilməyə başlayır və yeni versiyanın yaradıcısı Anderson və Krasvolddur. Deməli, taksonomiya müəllimlər üçün nə işə yarayır, nəyə lazımdır? Deməli, müəllimlər taksonomiyanın mərhələlərindən istifadə edərək test tapşırıqları hazırlamalı və şagirdlərin bilik səviyyəsini, idrak səviyyəsini sistemləşdirməlidirlər və inkişaf etdirməlidirlər. Deməli, taksonomiyanın mərhələləri təfəkkür səviyyəsinə görə aşağı təfəkkür səviyyəsi, bir də yuxarı təfəkkür səviyyəsinə uyğunlaşdırılır. Deməli, taksonomiyanın nədir? Taksonomiya məzmun standartının fəaliyyət hissəsində özünü əks etdirir. Deməli, biz keçmişdik müəllimlər. Bilik hissəsi nədir? Bilik bizim demək deklarativ bilik, konseptual bilik, prosedural bilik, bir də metakognitiv bilik. Ancaq fəaliyyət hissəsi nədir? Fəaliyyət hissəsi də odur ki, taksonomiyanın mərhələləri. Taksonomiya dedikdə şagirdlərin fəaliyyəti, gördükləri iş nəzərdə tutulur. Taksonomiyanın özü 3 növü vardır. İdrak taksonomiyası, effektiv taksonomiya, bir də psixomotor taksonomiya. Taksonomiyanın biz əsas növlərindən biri olan idrak taksonomiyasını öyrənəcəyik. İdrak taksonomiyası nədir? Şagirdlərin idraki fəaliyyətini özündə birləşdirən bir mərhələdir. Yəni, kognitiv və idrak fəaliyyəti də deyilir. İdrak nədir? İdrak odur ki, şagirdlərin dərk etdiyi, nəzərdə tutduğu, yada saldığı, qavradığı, nə isə həyata keçirdiyi, nə isə müqayisə etdiyi anlamına gəlir. Sonra gəlirik ikinci mərhələ, effektiv taksonomiya. Effektiv taksonomiya müəllimlər şagirdlərin hissləri ilə, düşüncələri ilə, emosiyaları ilə bağlı olan fəaliyyət nəzərdə tutulur. Bir də var psixomotor taksonomiya. Psixomotor taksonomiya isə şagirdlərin psixoloji vəziyyəti, daha sonra şagirdlərin mimikalarından istifadə etməsi, danışması, kitab oxuması, mahnı oxuması, bir sözlə psixoloji bacarıqları psixomotor taksonomiyaya aiddir. Biz ilk öncə müəllimlər, biz idrak taksonomiyası haqqında danışacağıq. İdrak taksonomiyası Biz idrak taksonomiyasını 6 mərtəbəli bir binaya bənzədə bilərik. Binanın bünövrəsi xatırlama mərhələsidir. İkinci mərtəbəsi anlamaq, üçüncü tətbiq, dördüncü təhlil, dəyərləndirmə və sonunda ən yüksək mərtəbəsi yaratmaq mərhələsidir. Burada görürsünüz müəllimlər, idrak taksonomiyasının əvvəlki versiyası ilə sonraki versiyası müqayisə edilib. Deməli, əvvəlcə xatırlamaq mərhələsi bilik kimi adlandırılırdı. Daha sonra dəyərləndirmə elə dəyərləndirmə olaraq, sintez isə, yaratmaq isə sintez olaraq adlandırılmışdı. Deməli, solda gördüyünüz əvvəlki versiyadır, sağda gördüyünüz təkmilləşdirilmiş taksonomiya mərhələlərdir. Deməli, birinci mərhələmiz biz dedik ki, xatırlama mərhələsidir. Xatırlama mərhələsi binanın bünövrəsidir. Demək ki, binanın bünövrəsi olmasa, biz üst mərtəbələri inkişaf etdirə, inşa edə bilmərik. Bunun üçün əvvəlcə şagirddə xatırlama mərhələsi, daha sonra anlama mərhələsi, daha sonra tətbiq etmə mərhələsi və təhlil etmə mərhələsi, dəyərləndirmə və sonda yaratma mərhələsini inkişaf etdirməliyik. Deməli, yaratma mərhələsi binanın örtüyü, dam örtüyü, xatırlamaq mərhələsi isə binanın bünövrəsi sayılır. Deməli, şagird əvvəlcə nə etməlidir? Anlamadan öncə xatırlamalıdır, tətbiq etmədən öncə anlamalıdır, təhlil etmədən öncə tətbiq etməlidir, dəyərləndirmədən öncə təhlil etməlidir, sonra dəyərləndirməlidir və yaratmaqdan öncə isə dəyərləndirməlidir və sonra yaratmalıdır.
Müəllimlər, əvvəlcə biz indi keçək xatırlama mərhələsinə. Xatırlamaq mərhələsi nə isə yada salmaq, əzbər bildiyimiz bir şeyləri sadalamaq, bir sözlə beynimizdə olan bütün bilikləri xatırlamağımızdır. Xatırlamaq mərhələsini biz biliklə də əlaqələndirə bilərik. Belə ki, biz keçmişdik ki, biliyin ilk bilik növü hansı idi? Deklarativ bilik. Deməli, xatırlama mərhələsi ən çox deklarativ biliklə əlaqəlidir. Biz bu həmişə belə olacaq, həmişə belə olmalıdır deyə əminliklə danışa bilmərik. Biz sadəcə olaraq deyirik ki, çox vaxt xatırlama mərhələsi deklarativ biliklə əlaqəli olur. Gəlin müəllimlər, biliklə taksonomiyanın mərhələlərini uyğunlaşdıraq. Deməli, ilk biliyimiz nədir? Deklarativ. Deklarativ bilik xatırlama mərhələsindən əlaqəlidir. Konseptual bilik anlamaq və təhlillə əlaqəlidir. Prosedural bilik tətbiq, bir də anlama mərhələsindən əlaqəlidir. Metaqognitiv bilik isə dəyərləndirmək və yaratmaq mərhələsindən əlaqəlidir. Deməli, dedik ki, xatırlama mərhələsi nədir? Bildiklərimizi yada salmaq, sadalamaq, seçmək, müəyyənləşdirmək, tapmaq, daha sonra tərif etmək, yada salmaq, xatırlamaq, sıralamaq və sonda sadalamaq. Müəllimlər, sadalamaq açar sözü xatırlama mərhələsinin ən çox istifadə olunan açar sözüdür. Deməli, xatırlama mərhələsi həm də əzbərçiliyə dayanır. Deməli, xatırlama mərhələsi ən çox deklarativ biliklə əlaqəlidir. Sonra gəlir müəllimlər, anlamaq mərhələsi. Anlamaq mərhələsi odur ki, xatırladığımız faktı, məlumatı artıq əlaqələndirə bilməyimizdir. Yəni, şagird xatırladığı bir məlumatı artıq əlaqələndirə bilirsə, öz sözləri ilə deyə bilirsə, yeni biliklər gətirib, nümunələr gətirirsə, deməli, şagirddə anlama mərhələsi formalaşmış olur. Anlamağı biz başa düşmək kimi də tərif edə bilərik. Yəni ki, əgər bir şagird oxuduğu məlumatı öz sözləri ilə deyə bilirsə, izah verə bilirsə, ümumiləşdirə bilirsə, fərqi və oxşarlıqları müəyyən edirsə, nəticəyə gəlirsə, deməli, anlamaq mərhələsindədir. Anlamağın özünün xüsusi açar sözləri var. Müəllimlər, açar sözləri də sağ tərəfdə görürsünüz. İnteqrasiya etmək, nümunələr gətirmək, ümumiləşdirmək, təsnif etmək, nəticə çıxarmaq, müqayisə etmək, izah etmək, qruplaşdırmaq, müəyyənləşdirmək və sonda müəllimlər, yeni çərçivəyə əsasən düsturdan istifadə etmək. Düsturdan istifadə etmək, biz bilirdik ki, tətbiq mərhələsidir. Ancaq hər hansı bir düstur verilirsə, düsturun adı çəkilirsə, o düsturdan istifadə etmək artıq anlamaq mərhələsinə nümunə gətirilir. Deməli, anlamaq mərhələsi nədir? Şagirdin bildiyi, xatırladığı bir şeylər arasında əlaqə yaratmaqdır. Öz sözlərindən ifadə etməkdir, müəyyənləşdirməkdir, nümunə gətirməkdir, daha sonra nəticə çıxartmaqdır, əsaslandırmaqdır. Əsaslandırmaq feili görürsünüz, anlamaqda da var, dəyərləndirməkdə də var. Amma burada əsaslandırmaq feili odur ki, şagird anladığı bir şeyi əsaslandırır. Bu da anlamaq mərhələsinə aiddir. Deməli, anlamaq mərhələsi ən çox konseptual biliklə əlaqəlidir. Bir də düstur məsələsi olduğuna görə prosedural biliklə əlaqəlidir. Sonra gəlirik tətbiq mərhələsinə. İndi keçirik müəllimlər 3-cü mərhələmiz olan tətbiq mərhələsinə. Tətbiq mərhələsi odur ki, əgər şagird bir şeyi anlayırsa və anladığını həyata keçirirsə, tətbiq edirsə, bu tətbiq mərhələsidir. Deməli, tətbiq prosedural biliklə daha çox əlaqəlidir. Tətbiq mərhələsi canlandırmaq, ifa etmək, rola girmək, yerinə yetirmək, necəliyi göstərmək, yəni bir sözlə tətbiq etməkdir. Məsələn, şagird əgər
Bir mövzunu bilirsə, bu onun xatırlama mərhələsidir. Mövzunun adını bilir, mövzuda kimlərin iştirak etdiyini, hansı qəhrəmanların iştirak etdiyinin adlarını bilirsə, bu xatırlama mərhələsidir. Ancaq mövzunu şagird mahiyyətini anlayırsa, mahiyyətini dərk edirsə, onlar içərisində nəticələr çıxardırsa, nümunələr gətirirsə, bu anlamaq mərhələsidir. Amma bir mövzunu oxuyur və mövzudakı qəhrəmanları şagird səhnələşdirirsə, onlardan rol kimi istifadə edir, rola girirsə, bu artıq nədir? Tətbiq mərhələsidir. İndi tətbiqlə biz yaratmaq mərhələsinin qarışdırıldığı məqama baxaq. Əgər şagird bir şeyi özü hazırlayırsa, özü layihə təqdim edirsə, özü təqdimat hazırlayırsa, heç nəyi, heç kimin üsullarından istifadə etmirsə, şəxsi müstəqil olaraq özü hazırlayırsa, bu yaratmaq mərhələsidir. Yox, əgər şagird nəyəsə baxaraq, hər hansı bir məlumata baxaraq layihə hazırlayırsa, hər hansı bir məlumata baxaraq təqdimat hazırlayırsa, bu tətbiq etmək mərhələsidir. Deməli, tətbiq etmək mərhələsindən yaratmaq mərhələsinin qarışdırıldığı məqam nə oldu? Əgər şagird özü müstəqil, öz fikirlərindən, öz ideyalarından istifadə edərək layihə hazırlayırsa, bu yaratmaq mərhələsidir. Yox, əgər hər hansı bir hardansa bir məlumatı götürür, onun əsasında nəsə hazırlayırsa, bu tətbiq etmək mərhələsidir. Tətbiq etmək mərhələsi ən çox prosedural biliklə əlaqəlidir. Bir də tətbiq etməyin açar sözlərini görürsünüz. İcra etmək, yerinə yetirmək, həyata keçirmək, daha sonra istifadə etmək, səhnələşdirmək, şəkillərlə ifadə etmək, cədvəl tərtib etmək, sınaqdan keçirmək və s. Və sonra gəlirik müəllimlər təhlil etmək mərhələsinə. Təhlil etmək mərhələsi anlamaq mərhələsi kimi konseptual biliklə əlaqəlidir. Təhlilin də özünə xas xüsusiyyətləri var. Məsələn, analiz edir, ayırır, parçalayır, təhlil edir, ən səmərəlisini, ən uyğununu tapır, geniş formada müqayisə edir, əlaqələndirir. Bunlar hamısı təhlil mərhələsinə aiddir. Təhlil etmək mərhələsində şagirdlər bir nəsnəni, məlumatı, materialı ayrı-ayrı hissələrə bölüb, onların bir-biri ilə fərqliliyini, eyni zamanda onların bir-biri ilə bütöv şəkildə əlaqəsini müəyyənləşdirir. Təhlil etmək mərhələsinin anlamaq mərhələsi ilə qarışdırıldığı əsas məqam mövqeyin müəyyənləşdirilməsidir. Yox, üzr istəyirəm. Dəyərləndirmək mərhələsindən qarışdırıldığı əsas məqam mövqeyin müəyyənləşdirilməsidir. Əsas ideyanı müəyyən etmək, ən yaxşısını, ən səmərəli, ən vacibini tapmaq, sual altına qoymaq, sübut aparmaq, daha sonra həlledici məqamlar, kiməsə qarşı mövqeyi, müəllifin mövqeyini müəyyənləşdirmək, qruplaşdırmaq, tutuşdurmaq və müqayisə etmək. Ən çox bunlar təhlil etmə mərhələsinin açar sözləridir. Deməli, mövqeyin müəyyənləşdirilməsi dəyərləndirmə mərhələsindən necə qarışdırılır? Deməli, əgər şagird öz münasibətini bildirirsə, öz dəyərləndirməsini aparırsa, öz qiymətləndirməsini aparırsa, bu dəyərləndirmə mərhələsidir. Amma yox, müəllifin mövqeyinə münasibət bildirirsə, müəllifin mövqeyini müəyyənləşdirirsə, bu təhlil etmə mərhələsidir. Deməli, təhlil etmə mərhələsində əsasən açar sözlər nə oldu? Parçalamaq, analiz etmək, daha sonra ən səmərəlisini, ən yaxşısını tapmaq, ən vacibini tapmaq, daha üstününü tapmaq, daha sonra qarşılaşdırmaq, müqayisə etmək, müəllifin mövqeyi, müəyyənləşdirmək, tutuşdurmaq və s. Deməli, təhlil mərhələsi əsasən nə oldu? Parçalamaq, ayrı-ayrı hissələrə bölüb, onların bir-biri ilə fərqliliyini, eyni zamanda onların bir-biri ilə bütöv şəkildə əlaqəsini müəyyənləşdirməkdir. Sonra gəlir müəllimlər, dəyərləndirmək mərhələsi. Dəyərləndirmək mərhələsi odur ki, şagird qiymətləndirir,
öz mövqeyini bildirir, mühakimə edir, ondan sonra daha sonra əsaslandırır və s. Dəyərləndirmək mərhələsi meyarlar və standartlar əsasında mühakimə etmək kimi xarakterizə edilir. Ümumiyyətlə fikir bildirərkən meyarlara əsaslanmaq, öz mövqeyini bildirmək, öz fikrini əsaslandırmaq və arqumentlər gətirməkdir. Deməli, dəyərləndirmə mərhələsinin açar sözləri nə oldu? Qiymətləndirmək, yoxlamaq, əsaslandırmaq, daha sonra mühakimə yürütmək, müdafiə etmək, qərar vermək və s. Dəyərləndirmə mərhələsi ən çox metakognitiv biliklə əlaqəlidir. Bir də təfəkkürlə desək, tənqidi təfəkkürlə daha çox əlaqəlidir. Deməli, dəyərləndirmə mərhələsində qiymətləndirmə prosesini tənqid edici və tənqidi fikirlərin, tövsiyələrin, hesabatların və digər məhsulların vasitəsilə müəyyənləşdirmək və yaxud da nümayiş etdirmək olar. Sonra keçirik müəllimlər sonuncu mərhələmiz olan yaratmaq mərhələsi. Yaratmaq mərhələsində şagirdlər bəzi elementləri, hissələri əvvəllər aydın şəkildə verilməyən nümunə və struktur formasında yenidən tərtib edirlər. Deməli, yaratmaq mərhələsi nə idi? Ən çox yaradıcı təfəkkürlə əlaqəlidir, bir də metakognitiv biliklə əlaqəlidir. Yaratmaq mərhələsində şagird heç bir məlumatdan istifadə etməyərək, özü müstəqil şəkildə öz diyalarından istifadə edərək, nələrsə yenidən yaratması, yenidən tətbiq etməsi bu yaratmaq mərhələsinə aiddir. Bir də bilirik ki, yaratmaq mərhələsi yaradıcı təfəkkürlə əlaqəlidir və yaradıcı təfəkkürdə nə demişdik? Şagird qeyri-standart mövqe nümayiş etdirir, qeyri-standart yanaşma ortaya qoyur, daha sonra yeni bir məhsul ortaya qoyur. Bu da yaratmaq mərhələsinə aiddir. Yaratmaq mərhələsinin açar sözləri də quraşdırmaq, yeni fikir irəli sürmək, qurmaq, yaratmaq, dizayn etmək, məsələn, kitabın üzünü dizayn etmək, dəftərin üzünü dizayn etmək, sonra inkişaf etdirmək. İnkişaf etdirməyə nə deyə bilərik? Məsələn, bilirik ki, hər il yeni telefon markaları çıxır. Hər il bu telefon markalarının yeniləşdirilməsi, inkişaf etdirilməsi yaratmaq mərhələsinə aiddir. Daha sonra tərtib etmək. Tərtib etmək nədir? Yeni necə deyim, hesabatın, yeni təqdimatın öz mövqeyi əsasında, öz fikirləri əsasında yeni təqdimatın hazırlanması, tərtib edilməsi yaratmaq mərhələsinə aiddir. Bir də bilirik ki, icad etməyin özü yaratmaq mərhələsidir. Deməli, müəllimlər taksonomiyanın, idrak taksonomiyası mərhələləri haqqında danışdıq. İdrak taksonomiyasını dedik ki, taksonomiyanın özü aşağı təfəkkür səviyyəsi, bir də yuxarı təfəkkür səviyyəsinə bölünür. Aşağı təfəkkür səviyyəsi odur ki, xatırlamaq, anlamaq, tətbiq. Yuxarı təfəkkür səviyyəsi isə təhlil etmək, dəyərləndirmək və yaratmaq mərhələsidir. Deməli, bütün mərhələlər bir-biri ilə sıx əlaqəlidir. Birini inkişaf etdirməsək, digərinə keçə bilmərik. Deməli, ən zəif mərhələmiz nə oldu? Xatırlamaq mərhələsi, ən yüksək mərhələmiz isə yaratmaq mərhələsi oldu. Demək, müəllimlər, taksonomiya haqqında bu qədər oldu müəllimlər. Sağ olun, salamat qalın.